Dostlar, hediyelerinize bakmayın. Bunu birini kompütere yapıştıracağım. Sonra böyle pindi, magnetli ama magnetli pindi. Böyle bir şeyler var. Buna göre değer. Yine pis olmağını birisi değil. Nimetin dəftər sırasına baxmayaraq almağıma xahiş edirəm. İkimiz dəftər bu arada. Yəni, evet. Belə. Açarım, açarım da bitirdim. Bu arada bu şəbləmin turkası, amma bizim də bu turkamız belə deyək. Təşəkkür. Zeynep bunun önünde haraya yerleştiriyor? Mənim çantamı da yeni. Mənim çantamı ümumiyyətlə yeni. Başladı Zeynep Hanım. Bunu haraya yerləşdirir? Ne getirmişsin o kadar hakiki? Yani suyun da içinde hiç şey yok diye götürmüyorsun. Onu cibine koy. Dostlar, çətin şərait altında sıfıra qoydum. Amma sandım həqiqi çox doldu. Bıraksın. Bu da iyi sanat. Ben iyi gündeyim. Benim. Senin nazarın. Nadir insan var. Tapıp sen oturup nerede qəbul elə. Tapmamışam. Tapıpsam şu. Diz çökməsə də olar. Əsas o da Hə, oğlan tapıbsa. Hə, oğlan yoxdur deyil diz çökmüş. Mən Zeynəbi ayaq sevilənmə tək. Mən də yox deyəcəm. Yok, her diyeceksin bu. Yox. Yox. Zeynəb Şəbnəm Hə, 20 saat deyirəm. Evi iladı. Mənim xəbərim yoxdur. Az telefonum şey. Yok kadar yok. Mənim çox xəbərim yox. Haberim yoxmuş gibi çəkir. Allah. Biraz yuxarı qaldır Şəbnəm. Bəlkə arxa. Neyse özünə. Tez ol. Kübran cilve şaka değil. Ciddi ilişkimizdən sonra mən düşündüm, artıq bu anın vaxtıdır və nədən böylənirsən? Yox. Mən... Neden bayıldım? Neden Bay Penguen? Neden? Neden inat ediyorsun? Gel gel. Hə, gördünüz tərbiyəsiz. Mənim təklifimi rədd elədi. Ama bunu oğlan eləsə bu arada sen de eləyərsən. Şahane bir şeydir. Bu dövrdə oğlan tapmaq onsuz da çətindir. Hansı ki oğlanların azaldığı bir dövr deyil. Yok Sən mənim Məncə 10 il sonra. Mənimki diz çökməsə də okey deyərəm mən. Yəni xəbərin olsun. Bir şey diyeyim, 10 yaşına içəydi kişinin. 30'larda, ben 30. Ayten, iyi neçələrdə olur? 30'a yaxın. Ben verim 30 olsa bu arada çökmezdi. Yok. 30 da olsa çökmezdi. Yok benlik değil. Ay qız, Neyini mi? mən okeyim yəni. Çökməsən də olar. Bu Çöksən fərqi təbii ki yoxdur də da mənə. əlbəttə daha mükəmməl olar. Amma çökməsən də mən bunu problem eləyərəm, sonradan eləyərəm. Qəbul edəndən sonra eləyərəm. Hayatını sürdürəsin. Ya ben əvvəlcədən deyirəm. Zəhmət olsun mənə diz çöküb verirəm mən. Zeynəbə də. Dizə diz. Davay sağ olun. Sağ ol eləyin. Bay. Sabah görüşərik. İkinci günüm, üçüncü günüm, neçənci günü bilmirəm. Gedirik şeyə, Expo-nu gəzməyə. Nəsə günü gəzə bilmirdik, bu gün inşallah. Dedik bu gün olar. Şəbnəm o yoxdur, impostor Şəbnəm yoxdur. Şəbnəm nə? Duran tez gələrək bizi şaşırtmışdı. Yoxdur, uçaklarda. Thank you so much. Vlog deyəsən.
Saçlarını şey verdilər. Çox qəşəng. Maraqlıdır. Ama üstüne işte yazmayayım ben. Yazıp etsinler. Bura Afrika, South Afrika. Böyle bir şey verdi. Ərəbinin məncə işinin haqqını verib, çox qəşəng qalmışdı. İkinci mərtəbəsi də var orada. Çok yani böyle kalite kokuyor. Birinci için burada pul var. Ama qəşəng iyi də gəlir abi balıqlarında. Ben babam öncedeki Arap yapısıyla ilgileniyor ama ben de kadar ne kadar Arap çıkarmışlar. Güzel. Cool. Very, very good. Can we smell it? Gel hene. İndiya stendindən mən bunu götürdüm. Burada Qazaxıstan pavilyondur. Nesi lengkap. Göstər izləyicilərimə tanıtım. Necə işləyir? Baxın, bu sıkan ailəsi. Fidan salam. Ne gün ötüştüm ay. Biz dərinik. İki gün de ben. Çünki arkadaş. Demək nə edirik? Məsələn, açdım. Sonra Zeynəb məsələn. Demirdim bu arada. Mən tanıtmaya çalışırdım. Burada yəqin ki, indi mən boş-boş danışırammış kimi görünür. Bu Zeynəbdir. Baxın. Zeynəb. Hə, Zeynəbi skan elədim. Baxın Zeynəb. Mənim məlumatlarımı göstərmir. Gizlilik qorunur. Adım vardı, salak. Sonra Onda olur. salam. Kapı yanında ya. Salam. Səncə Wolf necə keçir? Allah ama bizim sesler sıkıntı. Question, I think a great example is IHS. And how do you make them happen? Dostlar, bayaq yemək yeyəndə ilk olmuşdum mən. Azmamışdı, yəni baxışlarla anam döyür. Sal verirəm. Kırmızı başlarla falan edir. Bana qaldı yeməyə. Səndən əvvəl, amma yox, yolda yeyərik. Yaxın budur. O bir gün nəydi? Hoşmuş daha bir şey. Dostlar, bir dənə bura baxın, mən askılıq eləyiblər, özləri getdilər. Bütün eşyaları məndədir. Bir dənə Kübra çantasını vermədi. Onun içəridə asma olurmuş deyə. Saat 20'nin normal olmalı. Artık gedirik bir tane etraf yani bomboş sanki. Bugün dəhşətli adam oldum, çox yoruldum, çox əsəbləşdim. Yeməğimi gec yedim. Hələ Mənim zarafatlarım daha gülmədi. Ama bugün yenə cibimdə Hə? Harada? Götürüb ora qoyacağım. Hara? Hey, orada çox adamdır. Nəysə. Mən ora gətirib, bura gətirənə qədər aşırılardır dostlar. İndi yarışmayı yiyəcəyik. Baxaq ki, mən daha ağıllıyam, yoxsa Miriam. Zeynəb daha ağıllı, yoxsa Miriam. Budur. İndi sualları tapsa, yaxşı olacaq həyatım. Burada mən komanda yoldaşlarıma səsləndirəm. Heç birini tanımıram. Amma zaman burada oyun oynayır falan. Sosiyalaşa bilmədim mən bu şeydə. 12'den 399. Nerede? 6'daydı. 5.9'daydı sadece. Ama 5'i 16 sayısındaydı. Neyse boş ver. Şəbnəm məni seçməyə çalışır, amma necə poz verəcəyini bilmirəm. Hayır, Allah'ım bir şey. Beni doğru. Çok var ya bunu seçirsən. Aa ya. Ha.
tam tur dönə bilmədik Zeynəblə. Hə, şirin. Bunlar qəşəngdir. Qəşəngdir, şirin. Bir dənə də bundan. Amma Yaxşı. həbiblərlə şəkil çəkmək istədik. Sırayı durdu. Dünən bu kişi bizi buxur, əlində şey var buxurmuş o, onu ilətdi. Buxur, iyili, tüstü kimi bir şeydir. Tütsü yoxsa, hə, o üçün bir şeydir. Azərbaycan tüstüsü mi? Azərbaycan Yoxlayaq. Çox azdır bu arada, çox heç yoxla istəyir, amma sənə yoxlatdırarım. Sənə yoxlatdırmaq istəyirəm. Bilirəm. Gördüm ki, ağız ordu və burada. Kimə başa One more bir de. Yox, mamur demək istəmirəm. Amma ikisi bilirəm və sadəcə işidən utanıram. Beşi başım rahat, iyi, çok bir şey yok. Türkiye'de gözüm düşünmez Thank you. Nə? İçsənə. Mən içib ölmək istəmirəm bunu. Mən bunu yoxlamışam. Hə, iç onu biraz da. Sağ qaf seçəcəm. Sizi düşətdir. Mən tutum istəyirsən. Çox tatlıdır. Qadın bəyəndi bu arada. İçməmişdim. Yoxlamadım. Mən burası pomadam dəydi deyə səni trollədim. Dostlar, artıq sonuncu session'ıma gedirəm. Yo, sevgisi. Kimsə sevgisi deyil, məncə deyil. Bir dəqiqə. Yummy, 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 yummy meal time. Yummy, 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 yummy. Ağlayacağım indi real. Bayaqdan sıra gözləyirik şəkil çəkmək üçün. Yəni bu qədər səsim olmamalıdır da bu şəkil çəkmək üçün. Amma zor. Almanış mərasimindəyik dostlar. Bəs Bu arada həqiqətən mənim ən böyük xəyallarımdan biri bunu öyrənməkdir. Real. Vallahi zarafat eləmirəm. mən bir ara başlamışdım hərfləri öyrənmək üçün. Söz qura bilmədik. Çətindir məncə. Hərfləri öyrənmək asan olsa belə söz qurmaq. Sözlər fərqli mənadır. Yoxsa hərflər izah edir sözləri. Hərf deyil, işarədir. Sən məsələn qadın demək istəyirəm. Onda bir hərəkət göstərməliyəm. Hə. Sən hər sözə bir dənə. Hə. Vay Allah. Mən bəzən elə bilirdim ki, hərfləri birləşdirirlər tez-tez. Yox, hayır. O nədir biləsin. Danışanlar bu cüzdən başa düşürəm. Buranın şunu bu arada geçirdi. Məncə bizim bir dənə normal şəklimiz çıxdı. Değil. Şimdi şu olur. Seçilmez istəmirəm. Al sən bir seç də mən icid. Zeynep oradadır. Dedi ki, mən istəmirəm şəkil çəkdirmək, amma o gedib şəkil çəkdirir. İndi onun ətrafında tam tur dönəcək. Bu sonra danışarım. Kamera bağlamadı. Son olaraq nə demək istəyirsən? Son olaraq həqiqətən Hamımız özəlir. yaxşı ki, Zeynep Mövşubanı tanımışam. Yoxsa burada nə edirəm? Doğrudur. Bir də padışqalarım yaxşı ki, buradaydı. Yoxsa onları çəkə bilməzdik bu ortamda. Bu qədər yəni. Mən bilmirəm, ya biz çox takıldıq bir-birimizdən. Amma həqiqətən ortam da heç o deyildi. Normalde bizim çox bir yerdə takılıb da çox yaxşı dostluqlar edindiyimiz yer var deyə mən düşünmürəm ki, burada problem biz deyilik. Ama nasıl şey dedim, həmişə bir yerdə takılıb da düşərgələrdə. Hə, amma yenə də insanlar tanıyırıq, sosiallaşırıq. Yəni, bu üçün də sosiallaşmamız bəlası var. Lazımlı yerlər başa düşdürür səni. Yəni belə şeylər. Bu arada Zeynep'dən keçib bu. Nə? Mən bilmirəm, bir dəfə nə eləmişəmsə, saçımı belə eləmişəm. Yox, eləməyim, Allah deyirəm. Belə elədi. Eləməmişəm bu arada, məncə. Ruhumu çəkdi, təzib elə. Abartı çəkdi. Mən çox da təsmin olmadım, nə baxımdan. COP29 məncə daha yaxşı idi. Eyni yerdə keçirmişdim. Daha fərqli bir vibe vardı. Və daha çox insan tanıdım. Timimlə falan çox gəzirdim. Mən son gün tanımışam tim yoldaşlarımla. Və yəni cəmi 1-2 nəfərlə falan takipləşmişəm. Onlar da bu arada birlikdə tanımış. Hə. Onu da tək tanımamışam yəni. Belə yəni, bu qədər. Bye bye, sağ olun. Dedək ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında həm də 100-ə yaxın əcnəbi könüllü də iştirak edir.
Şəbnəm Qurbansoy, Elbrus Kərimli, Vüsal Cəfərov, Xəzər xəbər.